Olar. Deməli, həndəs silsilə deyəndə ədədlərin vurma ilə artdığı müəyyən bir ardıcıllıq başa düşülür. Necə ki, biz ədədi silsiləni keçəndə orada baxırdıq ki, ədədlər müəyyən qanunyonluqlarla toplama ilə artırdı, müəyyən silsilə fərqindən. Burada isə fərqlə yox, vurma ilə artır. Məsələn, mövzumuzu yazım. Məsələn, yazıram bura 2, 4, 8, 16, 32, 64, 128 və s. və s. və s. davam edəcək bu şəkildə. Sonra baxıram burada nə ediblər. Hamısını sırayla 2-yə vurur. Birincini 2-yə vurdu, 4-ü aldı. 2-yə vurdu, 8-i aldı. 2-yə vurdu, 16-yı aldı. 2-yə vurdu, 32-ni aldı. 2-yə vurdu, 60 aldı, 64 aldı. Yenə 2-yə vurdu, 128, bir də və 2-yə vursa 216, daha doğrusu 256. Bu cür davam eləyəcək. Deməli, burada bu vurduğu ədəd Q adlanacaq və həmin Q-yə silsilə vuruğu deyəcəyik. Silsilə vuruğu. Deməli, burada onda Q bərabər olacaq 2-yə. Çünki mən bunları 2-yə vura-vura getdim. Sonra silsilənin hədləri həndən silsilədə B1 birinci hədd, B2 ikinci həddir, B3 üçüncü həddir, B4 dördüncü hədd və s. və s. və s. Ən sonda BN yazıram, qalsın burada. Bu hədlər göstərir. Yenə burada qayda var ki, n-ci həddin düsturu var, açılışlarını yazacağıq və Q-nun tapılma qaydası necədir ona baxacağıq. Yazıram bura n-ci həddin düsturu. Yəni biz burada açılışlar baxmaq lazım. Görək necə açacağıq hansı bir ifadəni. Tutalım ki, BN əsas düstur belədir. Mən B1-dən istifadə etsəm, B1 vurulsun Q-nun üzərində. Bu N-dən bu 1-i çıxacam. Yazıram bura N çıxılsın 1. Məsələn, indi həmin düstura uyğun olaraq, məsələn, B5-i açmaq istəyirəmsə, mən yaza bilərəm B1 vurulsun Q-nun üzərində, 5-dən birini çıxanda 4. Və yaxud da B5-i başqa formada necə aça bilərəm? B2-dən istifadə edirəmsə, B2 vurulsun Q-nun üzərində, 5-dən 2-ni çıxıram, 3 yazıram. Necə ki, ədədi silsilədə toplama ilə yazırdım, indekslər çıxıb, əmsala yazırdım, məsələn, 3D, 4D şəklində yazırdım. Amma vurmada isə qüvvətə yazmaq lazımdır. Məsələn, B8-in açılışını yazmaq istəyirəmsə, yaza bilərəm B1 vurulsun Q-nun üzərində, 8-dən birini çıxanda 7 yaza bilərəm. Və yaxud da istəyirsinizsə, B8-i başqa bir orada hədd veribsə, tutalım B5 verib mənə. B5-ə görə açmaq istəyirəmsə, B5 vurulsun Q-nun üzərində, 8-dən 5-in çıxanda 3. Yəni, bu şəkildə yazmaq lazımdır. Ən çox hər şey yadda saxlayırsınız ki, B1 ilə açılacaq. Ən çox, əksəriyyət halda B1 ilə açılacaq. Q-nu bəslicə taparam. Hazır baxın, burada aşağıda görürəm Q da vardır. Q-nu buradan özün tapacaqsan ki, nəyə bərabərdir? Bu əlavə. Bunu bildik. Bunu çərçivəyə alım. Bu bizim birinci əsas qaydamız. İndi uşaqlar, indi bir dənə bir şeyə fikir verək. Ədədi silsilədə demişdik ki, ədədlərin, məsələn, yazırdım bura 2, 3, 4, 5, bir dənə fikir verək bura 6. Bu ədədi silsilə idi, bir-bir artırdı. Hər bir ortadakı hədd qonşuların cəminin yarısına bərabər idi. Yəni 2 ilə 4 toplayanda 6, yarısı 3 verirdi mənə. Bu qaydanın digər versiyası həndəs silsilə üçün keçərlidir. Burada qayda necə olacaq? Gəlin baxaq. İndi yuxarıya qayıtmaq istəyirəm bununla bağlı. Burada silsilələrin hədləri yazılıbdır. 2, 4, 8, 16, 32 və s. bu cür. Burada isə hər bir ortadakı hədd, baxın bu, kvadratı qıraqdakıların hasilinə bərabərdir. Baxın, 4-ün kvadratı 16 eləyir. 2-ni də 8-ə vuranda 16 eləyir. Və yaxud da ki, başqa birini götürək. 16-nı götürürəm mən. 16 ilə 8, 32 uyğun gələcək. 16-nın kvadratı bərabər olacaq 256-ya. Elə 8-i 32-yə vuranda bu da 256 eləyəcək. Demək, onda həndəs silsilə üçün belə bir qayda keçərlidir ki, hər bir ortadakı həddin kvadratı qonşularının hasilinə bərabərdir. Məsələn, yazıram ki, B3-ün kvadratı nəyə bərabərdir? B3 kimə qonşudur? Bax, fikir verin. B1, B2, B3, B4. B3 kimə qonşudur? B2 ilə B4-ə. B3-ün kvadratını tapmaq üçün
B2-ni B4-ə vurmaq lazımdır. Və yaxud da ki, məsələn yazıram B7. B7-nin qonşuları kimdir? 6 ilə 8. Onda mən yaza bilərəm bura B6 vurulsun B8. Yəni bu qaydanı da əlavə olaraq yadda saxlaya bilərsiniz. Sonra həndəsizlərdə var cəm düsturları. Burada iki dənə cəm düsturu görəcəksiniz. Bir normal ilk n həddin cəmini, bir də azalan həndəsizlərin cəmini görəcəksiniz. Birinci yazıram bura ilk n həddinin cəmi. İlk n həddin cəmi. İlk n həddin cəmi deyəndə normal cəm düsturu kimi Sn bərabər B1 vurulsun, mötərizə Q üstü n çıxılsın 1, məxrəcdə Q çıxılsın 1-dir. Mütləq bizə nə lazımdır burada? B1 və Q lazımdır. Həndəs silsilədə cəm düsturundan istifadə edə bilmək üçün sənə mütləq lazım olan şeylər B1 və Q-dur. Bunu düstura baxanda özün sən görməlisən ki, mənə B1 lazımdır, Q lazımdır ki, qiymətləri yerinə yazın və hesablayın. Yox, əgər məsələnin şərtdə sonsuz sözü görsən, şərtdə sonsuz bu sözü varsa və ya görəndə ki, ədədlər azalmağa doğru gedir, görəndə ki, ədədlər cəmi azalır, deməli, bu elə azalan deməkdir. Deməli, azalan deməkdir. Yəni, sonsuz azalan deməkdir. Bu nə demək? Fikir verin. Məsələn, 16 üzərinə gəl 8, üzərinə gəl 4, üzərinə gəl 2, üzərinə gəl 1, üzərinə gəl 2-də 1, üzərinə gəl 4-də 1, üzərinə gəl 8-də 1 və s. və s. davam edəcək. Baxıram ki, ədədlər azala-azala toplanmağa doğru gedir. Bu sonsuz azalan cəmdir. İndi sizdən sonsuz azalan cəmi hesablamağınızı tələb eləyərsə, bir dənə düstur biləcəksən. S bərabər B1 bölünsün 1 çıxılsın Q. Fikir verdinizsə, burada əsas məqam ondan ibarətdir ki, həndəs silsilənin cəm düsturlarının hər ikisində sənə mütləq şəkildə B1 və Q lazımdır. Həm burada B1 ilə Q lazımdır, həm də burada B1 ilə Q lazımdır. Mənə başqa B3, B4, B5 və s. onların heç birinin önəmi yoxdur. Onlar sadəcə sənə B1-i və Q-nu tapmaq üçün lazım olacaq. Yerdə qalan bütün hallarda nə olursa olsun, sən düstura mütləq şəkildə B1-in və Q-nun cavablarını yazmalısan. Bu getdi belə. Sonra burada nə qaldı? Məsələn, bəzən sual verir, sonra deyir ki, sənə bunun ilk 3 həddin hasilini tapın. İlk 5 həddin hasilini tapın. Nə etmək lazımdır? İlk 5 həddin hasili deyəndə, yəni B1 vurulsun B2, vurulsun B3, vurulsun B4, vurulsun B5, ilk 5 həddin hasili budur. Bunları necə ayırt eləyəcəksən? B1-in özünü aça bilmirəm deyə B1 olaraq qalacaq. B2-ni aça bilirəm necə? B1 vur Q-nun üzərində 2-dən birini çıxanda 1. B3-ün açılışını yaza bilərəm ki, B1 vur Q-nun üzərində 3-dən birini çıxanda 2. B4-ün açılışını yaza bilərəm ki, B1 vur Q-nun üzərində 4-dən birini çıxanda 3. Və B5-in açılışını yaza bilərəm ki, B1 vurulsun Q-nun üzərində 5-dən birini çıxanda 4 qalır. Fikir versəniz, buradan görərsiniz ki, B1, 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 B1. Oldu burada 5 dənə B1. Yəni, mən B1-in üzərinə 5 yaza bilərəm. Vurulsun Q-nun üzərinə baxın. İndi Q-nun üzərini topla. 1 ilə 2, 3, 6, 10. İndi bunların hər ikisi 5-ə bölünür deyə üstlərini 5-ə bölərəm. B1, Q-nun üzərində 2, mötərizənin üzərində 5 yazıram. Bərabərdir. İndi B1 ilə Q-nun kvadratı mənə B3 verir. Yəni, B3-ün üzərində 5 alınır. Onda yadda belə saxlayırsınız ki, neçə həddin hasili deyirsə desin, 5 həddin desə, 10 həddin desə, məsəl üçün deyirəm ki, 15 həddin desə, ortadakı həddin üzərinə orada deyilən sözü yazırsan. Baxın, B3-ün üzərinə 5 hədd deyir deyə 5 yazılır. Yəni, bir də bunları bu şəkildə açıb uzatmanıza ehtiyac yoxdur. İlk 3 həddin hasili deyirsə, məsələn, B3-ün qiymətini mənə veribdir, misalın şərtində 4. Sonra deyir ki,
İlk 5 ədədin hasilini tapın. Nə bilim, burada 4 olmasın, 2 olsun, hesabı max olsun deyə deyirəm. B3-ü mənə 2 veribdi. Deyir ilk 5 ədədin hasilini tapın. 5 ədəd deyirsə, mən birbaşa bunun başına 5 yazacağım. Fisiyo qurtardı. 2 üstü 5, 32 eləyəcək. Yəni bir də bu qədər misal uzun-uzadı açıb da nəticə gəlməyimə ehtiyac yoxdur. Nə desə, üzərinə həmin deyilən sözün rəqəmini yazıram və hesablamanı aparıram. Hansı misalda olursa olsun keçəcəkmi? Bəli, keçəcək. Özünüzü yormanıza ehtiyac yoxdur. Gəlirəm indi misal tiplərini mən sizə izah eləməyə. Sual səhifə deməli burada 121-dir. Burada həndəs silsilə üzərində suallar görəcəksiniz. İndi baxaq bura. Birinci sualda silsilənin vuruğunu soruşur. Silsilənin vuruğu Q hərfi ilə işarə olunurdu. Həndəs silsilədə mənə verib əlimizdə var B3. B3 bərabərdir 6 və B4 bərabərdir 12. Bunlar var. İndi bunlar yanaşı hədlər olduğuna görə elə bir-birinə bölə bilərəm. Fikir verin. Gəlin belə yanaşağın. 2, 4, 8, tutalım ki 16, 32, 64. Belə yazanda neçəni çarpdığını bilmək üçün 4-ü 2-yə bölürəm 2 və yaxud da məsələn yanaşı götür birini 64-ü 32-yə böl 2. 16-nı 8-ə böl 2, 8-i 4-ə böl 2. Hər zaman yanaşı ədədləri bir-birinə böləndə avtomatik sən silsilə vuruğunu tapmış olursan. 3 ilə 4 də yanaşı ədədləri deyə 12-ni 6-ya böləndə 2 qalır. Silsilə vuruğu 2-yə bərabərdir. Bunu şifahi şəkildə belə görə bilərsən. Tutalım ki, ağlına həmin anda bunu şifahi formada görmək gəlmədi. Onda nə edəcəksən? Açılışlarını yaz. Məsələn, B3-ün yerinə, B4-ün yerinə belə yaza bilərsən ki, B3 əlində olan B3-dür. Vurulsun Q-nun üzərində 4-dən 3-ün çıxanda 1. O da yazılmır da. B4-ün cavabı 12 bərabər. B3-ün cavabı 6, Q-nun cavabı yoxdur. Buradan da Q bərabərdir. 12-ni bölürəm 6-ya qalacaq 2. Yəni fərqi yoxdur ki, hansı yolla gedirsən get. İkinci sual eyni sualdandır. 3-ə baxıram. Məsələn, bizə verib burada həndəs silsilənin 6-cı həddinin tapılmasını. B1 var, B2 var və 6-cı hədd lazımdır. B1-imiz 162, B2-miz 54. İndi Q-nu tapmaq istəyirəmsə, yanaşı ədədləri bir-birinə bölməliyəm. Yəni B2-ni B1-ə bölməliyəm. O da bərabərdir. 54-ü bölürəm 162-yə. İxtisar da gedəcək 4-ə, qalacaq burada 1, burada qalacaq 3. Q-nun qiyməti 3 də 1-dir. B6-nı soruşur. B6-nı istəyirəm B2 ilə açıb, bunun rəqəmi balacadır. Amma B1-in rəqəmi 162 ədədi daha doğrusu böyükdür. Ona görə rahat olan 54-dür. 54 ilə açıram. Yazıram B2 vurulsun Q-nun üzərində 6-dan 2-ni çıxıram 4 yazıram. Kimin nə qiyməti var yerinə yazaq getirək. B2-nin qiyməti 54-dür. Q-nun qiyməti də 3-də 1-dir. Qüvvətində də 4 var. Bu da eləyəcək 54 vurulsun. 3-ün üstündə 4 bizə 81 verir. 1-in üstündə 4 də 1 verir. 81 ilə 54-ü 27-yə ixtisar eləsək, burada 3 qalacaq, burada 2 qalacaq. 2-ni də bu 1-ə vuranda 2 eləyəcək. Yəni cavabımız olacaq bizim 3-də 2, yəni A variantı. Sonra, məsələn, biraz qabaqlara getdim. Sual 5-ə baxıram. Deyir ki, burada həndəs silsiləsində B3-ü tapın. B3-ün açılışını kimə görə yazaram? Misalın şərtində əlimdə kim var? B1 var. B1-ə görə açılışını yaza bilərəm. B3 bərabərdir. Deməli, B1 vurulsun Q-nun kvadratı yaza bilərəm. Kimin cavabı var? Yerinə yazaq. B3-ün cavabı yoxdur. Olduğu kimi qalsın. B1-in cavabı hazır 2-dir. Yazıram yerinə 2. Q-nun cavabı da kök altında 5-dir. Yazıram kök altında 5, qüvvətində də 2. Bu da bərabər 2 qalsın. Kökdə 5-in kvadratı, kökdə 25, oradan çıxır 5. 2-ni də 5-ə vuranda cavab eləyəcək. Burada 10 olacaq D variantı. Sonra indi gəldik bura. 6-cı, 7-ci suallarda sonsuz sözü işlədilibdir. Sonsuz sözü işlədildiyi təqdirdə bizim bir dənə düsturumuz var idi ki, hər zaman ondan istifadə etmək lazımdır. S bərabər B1 bölünsün 1 minus 2. Kimin cavabı var? Yerinə yazaq. S-in cavabı 30-dur. Yerinə yazıram 30 bərabərdir. B1 yoxdur, tap deyir. Yazıram bura B1. 1 çıxılsın, Q-nun qiyməti də 3-də 2-dir. İndi burada nə edirəm? Alır ki, 30 bərabərdir. B1 bölünsün. 3-də, bax 3-ü vururam 1-ə 3, çıxıram ikisini, qalır 1. 3-də 1. Bunun məxrəci 1-dir. Çarpaz olaraq vurmalıyam. B1-i 1-ə vuranda alınacaq B1. 30-u 3-də 1-ə vurmalısınız. 30 vurulsun 3-də 1. 30 ilə də 3 ixtisar getsə, cavab qalacaq burada 10. Deməli, B1-in qiyməti 10-a bərabər imiş. Yəni, qeyri-adi heç bir şey yoxdur. Sadəcə düsturda gətirirsiniz, verilənləri yerinə yazırsınız.
Sonra məsələn burada sual 8-də. Sizlərin cəmini tapın. Mən nə bilim cəmini necə tapacağam? Cümləni oxuyanda görürəm ki, sonsuz sözü işlədilib. Onda yazmalıyam ki, S bərabərdir. B1 bölünsün, 1 çıxılsın, Q. Kimin cavabı var? Yerinə yazaq. B1 var, onda 9 yerinə yazıram. 1 çıx, Q-nun da qiyməti var, onda 1 yerinə yazdım. Bu da eləyəcək. Onda 9 öz yerində. Birdən onunla 1 çıxanda, baxın, onu vururam 1-ə, 10 çıxıram 1-ni 9. Onda 9, onda 9. Gedəndən sonra cavab qalacaq. Burada 1, yəni Y variantı. Biraz qabaqlara da baxa bilərik. Bunları ötürürəm. İndi 13-ə baxaq. Artıq bizə sözlü şəkildə verir. Sözlü şəkildə verəndə özümüz bunu düstur formasına gətirib çıxartmalıyıq. Bir ikinci həddi, yəni B2 bərabər 3. Dördüncü həddi, yəni B4 bərabər 27. Həndəsizlərin üçüncü həddini tapın deyir. B3 bərabər suala. Baxın, nə demişdim mən bayaqları? Yanaşı gələn hədləri ardıcıl düzürəm. 2 var, 3 yoxdur, 4 var. 2-nin qiyməti 3, B3-ün qiyməti yoxdur, B4-ün qiyməti 27. Demişdim, hər biri ortadakı həddin kvadratı qonşuların hasilinə bərabərdir. Deməli, x-in kvadratı bərabər qonşularımız 3-dən 27-dir. Bu da eləyəcək vuranda 81. Bu da deməli 9-un kvadratıdır. Olacaq plus minus 9. Düzgün cavab olacaq Y variantı. Sonra baxaq buradan sual məsələni olsun 14-ün özü. Deməli bizə nə verilibdir 14-də? B6 verilib. B6 böyükdüyə bunun açılışını yazacağıq. 96, Q bərabər 2, B4 yoxdur. B6-nı B4-ə görə açmaq lazımdır. B6 bərabərdir. Mən buraya yazıram B4 vurulsun. Altdan 4-ün çıxanda qalır Q-nün kvadratı. B6-nın cavabı varmı? Bəli var. 96 yerinə yazıram. Bərabər. B4-ün cavabı varmı? Yoxdur. Elə bunu axtarırıq. Q-nun qiyməti 2-dir. Mən bura 2 yazsam 2-nin kvadratı 4 eləyəcək. B4-ü tapanda 96-nı buradakı 4-ə bölürəm, qalacaq 24. Deməli, 4-cü həddimiz 24-ə bərabər imiş. Sonra biraz qabaqlara gedim. Sual 18-də. 18-də sırayla mən hədləri görürəm. Hazır kimi bizə verməyib ki, filan şey B1 budur, B2 budur. Özün baxanda görürsən ki, B1-in qiyməti 2-də 1-ə bərabərdir. Q-nun qiyməti də 2-də 1-ə bərabərdir. Hardan bildim? Daha doğrusu 2-yə bərabərdir. Hardan bildik? 1-dən 2 almaq üçün 2-yə vurur, 2-dən 4 almaq üçün 2-yə vurur. Yəni 2-yə vura-vura getdin. Q da 2-yə bərabərdir. B8 soruşur. Açılışını yazaq. B8 bərabər B1 vurulsun Q-nun üzərində 8-dən 1-ni çıxanda 7 qalır. Qiymətləri yazıram. B1-in qiyməti 2-də 1 vur. Q-nun qiyməti də 2-dir. Olacaq 2-nin üzərində 7. Bu da bərabərdir. Kitabını istəyirsiniz, belə də yaza bilərsən. Baxın, fərqli yöntəmlərdə yazdım. Kimə hansı rahatdır, ondan gedə bilər. Kitabını istəyirəm, 2-nin üstündə mənfi 1 yazıram. 2 üstü 7-də qalsın. Vuran üstlər toplanır. Mənfi 1 ilə 7-ni toplayanda 2 üstü 6 bərabərdir 64. Ya belə yaza bilərəm birinci halda. İkinci halda 2-də 1 özü qalar. 2 üstündə 7, 128 verər. 128 ilə də 2-ni ixtisar eləsəm, qalacaq burada 64. Ya da belə yazın. Fərqi yoxdur. Kim hansını istəyir, yaza bilər. Sonra lazım deyil 19. Oturub burada həndəsizlərini seçəsiz, axtarası yerinə bir-bir rəqəmlər yazıb da. Gəldi indi sual 23-ə. Bizdən soruşur ilk 5 həddin cəmini. İlk sözləri varsa, deməli sənə aid olacaq birinci cəm düsturu, SN düsturu. SN bərabərdir. Düsturumuz belə idi. B1 vurulsun. Q-nun üzərində N çıx 1. Aşağıda isə Q çıxılsın 1. Sənə lazım olan B1 ilə Q idi. Görək kim var burada? B2-miz 6-dır. Q-muz da 3-dür. İlk 5-i soruşur. S5 bərabərdir sualda. İndi Q-nun varsa B1-i tapa bilərəm də. B2-nin açılışı necədir? Yaza bilərəm mən B1 vurulsun. Q-nun üzərində 2-dən 1 çıxanda 1. O da yazılmır. B2-nin yerinə 6 yazıram. B1 qalsın. Q-da 3-dür. Buradan B1-in qiyməti 6-nı 3-ə böləndə 2 qalacaq. B1 var əlimdə. Q var əlimdə. Gətirin, hoppanaq keçək düstur tərəfə. Gəldim bu tərəfə. N-in yerinə 5 yazıram. Olur S5. Bərabərdir. B1-in qiyməti var mı əlimdə? Bəli, 2. Yerinə yazıram 2. Vur olsun. Q-nun qiyməti var mı əlimdə? Var 3. Bəs E-nin qiyməti əlimizdə var idi mi? Hə, 5. Yerinə 5 yazırdıq. 3 üstündə 5. Çıx 1. Aşağıda Q-nun qiyməti bizdə 3 idi. Çıxıram 1-ni.
Məxrəcdə qaldı 2. Yuxarıda 2 vurulsun. 3-ün üstündə 5 bizə verir 243. Minus 1. 2'lər gedəcək buradan. 243'dən 1 çıxanda qalacaq burada 242. Düzgün cavab olacaq D variantı. Sonra biraz qabaqlara gedirəm. Görək kim var, kim yox. Eyni şeylərdəndir. Ona görə keçmək istəyirəm. İndi baxıram sual 30-a. Sual 30-da deyir cəmini tapın. Belə suallar da düşə bilər imtahana. Mən baxıram ki, bu azala-azala gedir. Azala-azala getdiyini görəndə ağlıma gəlir sonsuz azalan həndəsizlər. Qaydası B1 bölünsün, 1 çıxılsın Q idi. İndi B1 deyəndə birinci yerdə 16 durur. Q deyəndə 16-dan 8 almaq üçün 2 də 1-ə vurmalıyam da. Elə bil 8 16-ya bölürsün də Q-ni tapmaq üçün. 8 bölü 16. Bu da 2 də 1 eləyəcək. Q-nun da qiyməti 2 də 1-dir. Gətirək əlimizdəki materialları düsturda yerinə yazaq. S bərabərdir. B1-in qiyməti 16. 1 çıx. Q-nun da qiyməti oldu 2 də 1. Bu da 16 bölünsün. 1-dən 2 də 1 çıxanda qalacaq 2 də 1. 16-nı 2-də 1-ə böləndə tərsinə vurursan. 16 vurulsun 1-də 2 deməkdir. Bir də nəzərə almasaq 16-nı 2-yə vuranda 32. Deməli bu cəm 32-yə bərabər imiş. Olacaq D variantı. Sonra gəlim digər tərəfdən baxım. Bayaqları mənə lazım olan suallar var idi. Hə, 36-ya. Uşaqlar, mən burada dastan yaratmayacağım. Bir də açılış yazmayacağım. Burada neçə dənə həddi var? 1, 2, 3, 4, 5 dənə. Deməli bunun üstünə 5 yazacaqsan. Və bunu necə ayıracaqsan? Kök altında 3'ü 5 dənə yazmaq sənə daha sərf eləyəcək. Elə fikirləşə bilərsən. Amma mən belə yazıram. Deməli, bu cüt ədəd olması üçün, bax üstə cüt olanda kök gedir də. 4 dənəsini yazıram bura, bir dənəsini yazıram bura. Elə belə hesablayırsan. Burada dərəcə 2-dir. 2 ilə 4 ixtisar getsə qalacaq 3-ün kvadratı. Kök altına da 3. O da eləyəcək 9 kökdə 3. Yox, deyirsən müəllim, mənə bu biraz çətin gəldi, çatmadı. Onda 5 dənə kökdə 3 yaz, özün rahat gözündən gör. Beləcə yazırsan. Çox verməyəcək onsuz sənə. Maksimum 5-6 dənə verə bilər. 3, 5 dənə. İndi kökdə 3 dənə verəcək 3. Yenə bu kökdə 3 verəcək 3. Küsüyor qaldı kökdə 3. Bu da eləyəcək 9 kök altında 3. Keyfin necə istəyir elə hərəkət eləyə bilərsən. B4'ü soruşur. Neçə dənə hədd var? 1, 2, 3, 4, 5 dənə hədd var. Deməli 243 neçənin üstündə 5'dir? Onu tapmalısan sən. Heç nə. 3'ün üstündə 5 bizə 243 verir. Deməli onda cavabımız 3 imiş. Bu ikisinin yerindəki. Cavab olacaq A variantı. Bir də dastan şəkildə açmağınıza ehtiyac yoxdur. Gəldim 38-ə baxıram. İlk 7 həddi nasil. Deməli bunun başına 7 yazmalısınız. 7 dənə kökdə 3 yazmaqdansa mən hazır kökdə 3-ün üstünə birinci 6-sını yazıram. Bir dənəsini də qıraqda saxlayıram. İndi burada qüvvət 2 idi. 2 ilə 6 qısa gedir 3 qalır. Olur 3-ün kubu. Yəni 27 kökdə 3 də öz yerində. Cavab olacaq o zaman D variantı. Məsələn 39-da 5 hədd deyir, bunun üzərinə 5 yazıram. Onda 5-i mən ayırmaq üçün kökdə 7-nin üstünə 4-ünü yazıram, birini də qıraqda saxlayıram. Burada dərəcə 2-dir. Tulla getsin, 2 ilə 2 ixtisar getdi, 7-nin kvadratı. Oldu 49, kök altında isə 7 qaldı. Olacaq o zaman düzgün cavabımız A variantı. Belə misallara çox özünüzü yormayın ki, burada neçə olacaq. Sonra məsələn sual 43-də verib sənə ikinci həddi ilk 3 həddin hasili deyir. Mənə nəyimə lazım nə soruşur? 3 deyirsə 5-in başına 3 yaz. 5-in kubu 125. Məsələn 3-ü verib burada. İlk 3 hədd deyir yenə. Deməli 3-ün başına 3 yaz. 3-ün kubu 27. Bir də misalı uzatmağınıza ehtiyac yoxdur. Sonra burada böyüdüləcək nələrsə varmı? Yoxdur əslində.